növbədə qardaşımızı təbrik edirəm, Ziya qardaşımızı. Allah mübarək eləsin. Allah Taala nə xeyir varsa cəm eləsin bu izdivacda. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm yeni evlənənlərə dua edərdi. Barakallahu lək və baraka aleyk və cəmə'a beynəkuma fi xeyr. Həmçinin bu məclisi təşkil edən qardaşlardan Allah razı olsun. Allah mallarına bərəkət versin. Ümumiyyətlə ailə İslam dinində, yəni ümumiyyətlə evlənmək, ailə tək adət deyil. İslam dinində evlənmək dindir, bir ibadətdir. Həmçinin də ibadət olmaqla yanaşı Peyğəmbərimiz sallallahu aleyhi və səlləm evlənməyi hətta dinin yarısı adlandırır. Dinin yarısı, fikir verin. Yəni bir var din, bir var dinin yarısı. Necə ki, hədislərin birində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, bir kişi evləndikdə artıq dininin yarısını tamamlamış olur. Qoy digər yarısında da Allahdan qorxsun. Və alimlər necə şərh edirlər? Yəni, niyə görə evlənmək dinin yarısıdır? Nə üçün? Çünki həqiqətən də salih zövcə, ailə, insanın ahirəti qazanması üçün çox önəmlidir. Çox önəmlidir. Salih, xüsusən də əməli salih zövcə çox önəmlidir. Həmçinin övlad, əməli salih övladlar və s. Ona görə dinimiz evlənməyi dinin yarısı adlandırır. Yəni, insan tək özünü haramlardan qorumur, həmçinin ahirəti üçün, yəni qadın onun ahirəti qazanması üçün, həyatda uğur qazanması üçün, həmçinin demək ibadətlərində, hər bir şeydə, yəni qadın kişiyə nədir? Dəstəkdir. Əməli salih zövcə. Necə ki, bir hədisdə sahabələr Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşurlar ki, deyirlər ki, ey Allahın elçisi, hansı mal daha xeyirlidir? Yəni, hansı malı özümüzə daha çox əldə edək? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Fikir verin. Deyir ki, o sizlərdən biri salih zövcə, şükür edən qəlb və zikr edən, Allahı çox zikr edən dil əldə etsin. Buna nail olsun. Yəni, sahabələr fikir verin, maldan soruşdular. Amma Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə deyir? Yəni, insanın bu dünyada əldə edə biləcəyi ən dəyərli nemət nədir? Əməli salih zövcə, şükür edən qəlb və həmçinin Allahı çox zikr edən dil. Və ona görə də Allah Teala Quran-ı Kərimdə baxırıq ki, möminləri vəsf edəndə, necə ki, Furqan surəsinin axırında Allah Teala möminləri vəsf edir və deyir ki, möminlər o kəslərdir ki, onlar namazlarında xuşu ilə qılarlar və s. Və sonra Allah nə deyir? Bir o kəslər ki, onlar dualarında belə deyərlər. Rabbənə həblənə min əzvacina və zurriyyətinə qurrətə a'yun. Allahım bizə gözümüzün nuru olan, gözümüzü sevindirən zövcələr və övladı, zürriyyət bəxş et. Həblənə. Yəni, ona görə də ailə özü bir Allahın hədiyyəsidir. Allahın hədiyyəsidir. Yəni, biz evlənmək, yəni, bəzi adamlara belə rahat gəlsə də, amma Allahın böyük bir nemətidir. Çünki elə insanlar var ki, evlənə bilmirlər. Nə qədər insanlar var ki, evlənə bilmirlər. Fikir verin, Musa əleyhissalam evlənmək üçün 10 il o yaşlı kişiyə xidmət elədi. 10 il həmin o yaşlı kişiyə xidmət elədi ki, onun qızlarından biri ilə evlənsin. Bəzə deyil, bu Şüeyb peyğəmbərdir, Şüeyb olmur. Şüeyb deyil. Çünki Şüeyb ilə Musa arasında çox uzun vaxt olur. Sadəcə Mədiyən qəbiləsindən olan bir kişi olur. Və ailə özü Allahın bir bəxşişidir, bir nemətidir və bu neməti də qorumaq lazımdır. Əsas məsələ budur. Yəni, necə ki, biz digər nemətlərimizi qoruyuruq, Allahın bizə verdiyi digər nemətləri. Adi insan baxırsan ki, Allahın ona verdiyi hələ cansız nemətlərdən deyirəm də, maşındır. Maşınını görsə necə qoruyur. Yəni, cızılmasın, xarab olmasın, vaxtında yağın dəyişir və s. O hələ əşyalardır.
Amma o ki qaldı Allahın sənə verdiyi canlı nemətlərdə sənə əməli salih zövcə, həmçinin övlad, bunlar hamısı nemətdir. Bunları qorumaq lazımdır. Və qorumağın da səbəblərini tutmaq lazımdır. Yəni çalışmalısan sən ailəvi dağıtmayasan. Ailəni qurdunsa, onu möhkəmləndirməlisən, qorumalısan. Niyə görə? İlk növbədə şeytanı sevindirməyəsən. Çünki ən çox sevinən nədir? Ailələr dağılanda şeytandır. Və həmçinin ən çox can atan buna şeytandır. Şeytan can atır ailəyə dağılmaqla. Burada şeytanın böyük rolu var. Demək ki, insan ilk növbədə özünü və ailəsini şeytandan qorusa, demək ki, ailəsinin dağılmağından da qoruyacaq. Və qorumağın səbəblərindən də nədir? Duadır ilk növbədə. Duadır. Yəni heç Allaha dua etmisinizmi ki, yəni dualarınızda edirsinizmi ki, Allahım mənim ailəmi qoru, ailəmin dağılmağına imkan vermə. Allahım demək övladlarımı əməli salih elə, zövcəmi əməli salih elə. Yəni bu dua çox önəmlidir. Ən böyük səbəblərdən biri duadır. Çünki həqiqətən də qəlblər Allahın əlindədir. Hər şey Allahın əlindədir. Hər şey Allah. Və ona görə də ilk növbədə Allahdan istəmək lazımdır. Allahdan istəmək həmçinin bununla bərabər də nə etmək lazımdır? Ailənin xoşbəxt olmasına çalışmaq lazımdır. Çünki ailə xoşbəxt olanda dağılmır. Ailə nə vaxt dağılır? Ailə özünü bədbəxt hiss edir, problemlər yaradır. Problem var. Yəni problem o yenə deyirəm qardaşlar, o ailə o deməkdir ki, elə bir ailə qurmaq lazımdır ki, orada problem olmasın. Yəni mən bunu nəzərdə tutmuram. Problemsiz ailə yoxdur. Çünki bu Allah Taala'nın elmi ki, insan Adəm övladına bir fitrətində var ki, insanlar bir yerə toplandısa, bir qrup mütləq orada nəsə bir problem olmalıdır. Problemsiz ailə yoxdur. Sadəcə bu problemi necə həll etmək, bu problemə necə yanaşmaq. Önəmli olan budur. Ona görə də ilk növbədə insan gərək ailəsinin xoşbəxt olmasına can atsın. Xoşbəxt olması üçün nədir? Yəni tək mal-dövlət nəzərdə tutulmur. Çünki adam var, səhər çıxır evdən, axşam gəlir və ailə deyəndə ki, məsələn biz belə deyək, sıxıntımız var və s. O saat deyir ki, mən səhər çıxmışam, axşam gəlirəm evə, mən ruzi pul gətirirəm sizə. Fikirləşir ki, yəni bu onları xoşbəxt edərsə, bu səhvdir. Pul xoşbəxtlikdə deyil, daha doğrusu xoşbəxtlik pulda deyil. Ailənin xoşbəxt olması üçün onların ilk növbədə qəlb rahatçılığıdır. İlk növbədə sən çalışmalısan, ailən Allahı zikr edən bir ailə olsun. Həmçinin ailəndə xoş əhval-ruhiyyə yaratmalısan. Yəni, insan var, baxırsan, çöldə hamı ilə deyir, gülür. Zarafat eləyir, deyir, amma evinə girdi, sanki, nə bilim, çox belə əzazil bir insan, qaşqabaq, ona qışqırır, buna qışqırır. Əksinə olmaq lazımdır. O alimlərdən, alimlər həyatından danışırlar. Deyir ki, bu alim çöldə çox zəhmli idi, amma evə girəndə uşaq kimi idi. Alimin tərcümə halında deyir ki, çöldə çox belə zəhmli bir insan idi, amma evə girəndə uşaq kimi idi. Uşaqlar da hiss eləməlidir ki, sən xoşbəxtliyi yaşayırsan, sən özün də xoşbəxtsən. Xoşbəxtliyi yaşadırsan onlara. Həmçinin ailə də, qadın da hiss eləsin ki, həmçinin deməli, ailəni xoşbəxt edən şeylərdən bir nədir? Sürprizlər. Sürpriz yaşanır. Gözlənilmədən bir şey, elə bir şey, sabahları gedirik harasa, yaxud birdən-birə nəsə bir şey alıb gətirsən. Yəni, bu kimi şeylər, xırda şeylər olsa da, ilk növbədə kişi evdə xoşbəxtlik hiss elətdirməli. Birinci özü, sonra isə ailəsinə, uşaqlarına, övladlarına və əgər belə eləsə, ailə də əlhəmdülillah qorunacaq. Yəni, dedik ki, ilk növbədə şeytan şərindən Allaha sığınmaq, zikirləri etmək, şeytan şərindən zikirlər, dualar, ibadətlər vaxtında, həmçinin kişi nümunədir, özü göstərməlidir bunu. Və Allahdan istəyirəm ki, Allah qardaşımızı xoşbəxt eləsin, Allah əməl salih zürriyyət nəsib eləsin, Allah şeytan şərindən qorusun.